Mən deyirəm mən təmizəm, sən desən mən təmizəm, odur bu. Bax kimdə pis insan? Hələ özünüz. Hamımızı xırda pis əməllər əl-ələ verir, cəmiyyətdə olur böyük bir əxlaqsız və pozğunluq. Və bilənlər də, bacaranlar da, bəzi paşlar da mənasız yerə susurlarsa, bunun artıq mənası olmayacaq. Burada həmişə bu adama bu deyirlər, bunu ortaya çıxıb demir ki, ay 174-cü səhifə. Ay məsələn filan kəs qarət. Bu haqqı sənə kim verir? Bax onu mən bir şey haşiyə çıxım kənara. Bu bir də pis xəstəlikdir. Yəni insanları sevmək xüsusiyyəti var. İnsan sevməlidir kimisə, dəyər versin, qiymət versin, onun elmindən bəhrələnsin. Amma bu demək deyil ki, o şəxsiyyətpərəst. O nə deyirsə onun qulusan, yox. Bu İmam Peyğəmbər deyir ki, bunun səhv olmasın. Mənim bir tanınmış şəxs, böyük bir alim gəl bir söz deyir. Sən görürsən ki, bu adamın çıxışı səhvdir. Bu adamın metodu səhvdir. Belə bir mərsiyəmiz yoxdur. Bizim belə bir etiqadımız yoxdur. Səsvə çıxartmayanda o yanlış əqidə hamıya yayılır. Səsvə çıxardanda sən də paxılsan, lovğasan. Hə, niyə səsvə çıxardırsan? Yəni bu toxunulmaz şəxsdir ümumiyyətlə. İmam Peyğəmbər məsumdur, onların səhvi yoxdur deyə biz ona söz deyə bilmərik. Çünki onların elmi də qüsursuzdur. Ondan qalan şəxslər, böyük alimlər fərq eləməz. Mən görmüşəm, böyük alimlərin ikisinin bəhsi vardı. Məsələn, müəyyən ixtisasda o deyir belə, bu deyir belə. İndi bunlar fikir bildirməsinlər. Fiqh elminin tarixində oxumuşuq. Usul elminin tarixində və digər elmlərin tarixində belə qədim stillər var idi. Bir alim ortaya çıxdı ki, mən bu stili qəbul etmirəm. Bu stildə filan boşluqlar var. Bunun boşluqları, bu mənim sübutlarım, bu mənim iradlarım, bu mənim faktlarım. Deyirlər, yox, səndən qabaqçı alimlər fikrini bildirməyiblər və ya da sənin dövründə yaşayan alimlər fikrini bildirməyiblər, sən niyə bildirirsən? Deyir, mən olarayam mən. Axı, hamının öz qəbri var. Mən də səs paylaşmışım, demişim sizə bunu 2 il bundan öncə. 2 ilin ardından var. Demişim ki, məbəs günü Peyğəmbərin Peyğəmbərliyə başlaması günüdür. Peyğəmbərə verilən gün deyil. Bir yaxın bir dəyərli ruhani ölkəmizdə mənə yığdı, qardaşlar salamlaşdıq. Dedim, hə, demişəm. Arxasında duraq, sübutum da var. Bu şəri, nə olsa şəri məsələ deyil. Düzdür, biz səhv inansaq, biz günah qazanmırıq. Ən azından biz müsəlman kimi bilməliyik ki, bizim etiqadımız nədir məbəs barəsində. Hə, ona susma, buna susma, buna sus, ona sus. Bax, axırı budur, görürsən, Quran ayəsi oyuncaq olunurlar. Hər hansı bir çıxış eləyən, dərsləyən, minbər, nə bilim, mərsiyəsi, rozası. Bu gün nə bu şey var bizdə xəstəlik, heç bir söz deyə bilmir. Deyən kimi hamı o qurunurlar. Açıb, bu adam təhqirləmir ki, deyir, bu əzizimizin danışığında bu boşluqlar var, bu iradlardır, tənqidlər, bu mənim sübutum. Mən ortaya sübut qoyuram, bunun danışığının səhv olmasına, siz ortaya sübut qoyun ki, mən səhv danışıram. Deyirlər, yox, sən paxılsan, lovğasan, reklam istəyirsən, belə min dəfə söz deyirlər. Bax, görürsən, həmin o xəstəlik ondur, əsl davam edir. Hansı alim ki, tənqidçi olur əsrlər boyu, o adam üzrə deyil. Biz qaçırıq məşrun dalıca. Amma məşrun başqa şeydir, müqəddəs başqa insanlardır. O insanlar həqiqətən də canla malla dinə qulluq edirlər, yaxşı niyyətləri ilə. Onlar maraqlı deyil cəmaatın bunların sevgisi. Allaha təbliğ edirlər, təbəssümlə, sübutlarla, faktlarla. İndi xoş danışmaq, nə bilim bu nağıllar aləminə aparmır deyə, faktlarla danışır deyə, iradların bildirir, tənqidlərin bildirib, böldürən sübutları ilə deyə qəbul edilmir. Bax, həmin şeydir. Yəni, bunlara vaxtında deyilsəydi ki, sən bu haqqı sənə kim verir? Sən bu alə belə oxuyasan, bunlar buna cəsarət eləməzdilər. Bunlar o cəsarət verilir, haqq verilir. Susan alimlər və müəyyən bir kütlə. Bu gün həm problem var. 5. Sözün həm qrafik şəkli və həm də mənası dəyişərək kəlmə arasındakı fərqlər. Həm məna dəyişir, həm kəlmə dəyişir. Yavaş-yavaş artıq həddini keçir. Məsələn, talihin mənzud kəlməsi, talihin mənzud kəlməsi ilə nə? Talihin mənzud. Talih başqadır, tali' başqadır. Kəlməni götürür. Həmin kəlmədən birini qoyur, hərfi dəyişərək dəyişir mənada. Bəzisində başqa söz qoyurdu, mənası dəyişmirdi.
Qapını bağla, qapını ört deyirdi. Dəyişir məna. Ayrı kəlmə olsa da. Deyir, bəzi hallar artıq bəzilər hədlərini keçdilər, başqa kəlmə kimi oxudular. Bir hala ki, həmin ikinci kəlmə başqa məna verir. 6. Sözlərin qabağa və geriyə çəkilməsi. Gəldim, mən yox, mən gəldim. Yerini dəyişirlər. Və cəət səkratul məuti bilə haqq. Ayədir, bəli, Harda Qaf surəsində. Deyirlər ki, və cəət səkratul haqqi bil məut. Haqqla məutu yerini dəyişirlər. Niyə? Hər şey demişəm, maraq var. Sən özü qari sarırsan, ravi sarırsan, Allah kimin olsun. Amma sənə bir həddin var. Bu haqqı sənə kim verir? Hansı haqqla sən kəmə yerini dəyişsin? Maraqlı de, iradını bildir Allah, Allah sən səhv deyirsən, mən sənə savada çıxmışam. Yəni budur söz. 7. Söz və ya ön qoşmalar. Ön qoşmalar orada fi, məsələn bu hərflər. Ön qoşmaların çoxaldılması və azaldılması baxımından fərqli. Məsələn, və mə əmiləthu əydihim kəməsində, əmiləthu kəməsindəki hı əvəzini ixtisar edirlər. Əmilət. Niyə? Niyə? O niyə? Yaxud təcri təhdihəl ənhəl kəməsində min kəməsini ön qoşmasının artırılaraq təcri min təhdihəl. Səbəb?